Ərdəbil hakimliyi. Səfəvi sülaləsinin yüksəlişi Monqol işğalları dövrünə təsadüf edir. Sufi təriqətlərindən biri olan Səfəvi Dərviş ordeni Şeyx Səfiyyəddinin başçılığı ilə 13-cü əsrin sonlarında Ərdəbildə yaranmışdır. Səfəvilərin Ərdəbil hakimliyi dövrü 13-cü əsrdən 1501-ci ilə qədər, bütün Azərbaycanda hakimiyyət dövrü isə 1736-cı ilə qədər davam etmişdir. Səfəvilərin Ərdəbil hakimliyi mərkəzləşmiş Azərbaycan dövlətinin yaradılmasının rüşeymi olmuşdur. Səfəvi təriqətinin başçıları xalqın ağır vəziyyətini sünni hökmdarlarının qeyri-qanuni hakimiyyəti ilə bağlayırdılar. Əslində Şeyx Səfiyyəddin və onun ilk xəlifələri Şiə deyil, sünni olmuşlar. Şiə təriqətinə sonralar qoşulmuşlar. Bu da onların siyasi mübarizə meydanına çıxmaları ilə əlaqədar idi. Səfəvilərin uğur qazanmasının əsas səbəbi onların oturaq əhalinin mənafini ifadə etməsində idi. Şeyx Səfiyyəddindən sonra Səfəvilərin görkəmli başçıları Şeyx Cüneyd, Şeyx Heydər, Şeyx Sultanəli və İsmail olmuşdur. 15-ci əsrdə siyasi mübarizəyə qoşulan Şeyx Cüneyd 1460-cı ilin martında Dağıstan və Şirvana yürüş etdi. Həmin ildə Samur çayı sahilində Şirvanşah 1-ci Xəlullah və onun müttəfiqi Qaraqoyunlu Cahanşahın qüvvələri tərəfindən məğlub edilib öldürüldü. 1470-ci ildə Uzun Həsən Təbrizdən Ərdəbilə gəlib Cüneydin oğlu Şeyx Heydəri Səfəvi təriqətinin başçısı təyin etdi. Şeyx Heydər qazı və sufi dəstələrini dürüst hərbi qaydada təşkil etdi. Şeyx Heydərin vaxtında əvvəlki türkmən başlıqları əvəzinə indi 12 imamın şərəfinə başlarına 12 qırmızı zolaqlı çalma qoyurdular. Bu səbəbdən Səfəvilərə qızılbaşlar da deyilirdi. Şeyx Heydər 3 dəfə Şirvan və Dağıstana hücum etdi. 1483 və 87-ci illərdəki yürüşlər uğurlu alındı. Lakin 1488-ci il iyunun 9-undakı yürüşdə Şirvanşah Fərrux Yasar Ağqoyunlu hökmdarı Sultan Yaqubun köməyi ilə Şah dağın ətəyində onu məğlub etdi. Şeyx Heydər öldürüldü. Sultan Yaqub Ərdəbili və Səfəvilərin başqa torpaqlarını işğal etdi. Şeyx Heydərin oğlanları Sultan Əlini, İbrahimi və 2 yaşı tamam olmamış İsmailı anaları Aləmşah xanımla birlikdə həbs edərək Şiraz yaxınlığındakı İstəxir qalasına saldırdı. 1492-ci ildə Ağqoyunlu Rüstəm Baysunqura qarşı mübarizədə qızılbaşlardan istifadə etmək üçün onları azad etdi. Sultan Əli Rüstəm Mirzəni müdafiə etdi. Bunun səbəbi onu həbsdən azad etməsi, müstəqil hakim kimi tanıması idi. 1493-cü ildə Əhər döyüşündə Sultanəli və onun dəstəsi Rüstəm Mirzənin qoşununa kömək edərək Baysunquru məğlub etdilər. Səfəvilərin güclənməsindən qorxan Rüstəm Mirzə 1494-cü ildə Şəməsi döyüşündə Sultanəlini məğlub edib öldürdü. Döyüş başlanana qədər Sultanəli İsmailı Səfəviyyə ordeninin başçısı təyin etmişdi. 1494-95-ci illərdə Rüstəm Mirzə Sultan Yaqub kimi Ərdəbili və Səfəvilərin digər torpaqlarını zəbt etdi. Qızılbaşlar İsmailı Gilanda yerli hakim Kərkiyə sülaləsindən olan Mirzə Əlinin sarayında gizlətdilər. Rüstəm Mirzənin sərkərdəsi Qasım bəy İsmailin dalınca bura gələndə Mirzə Əli İsmailı səbətə qoyub ağacdan asdı və Qurana and içdi ki, İsmail Gilan torpağında deyil. İsmail 6 il Lahıcanşahlıqda qaldı. Səfəvi dövlətinin yaranması. Ağqoyunlu dövlətində hakimiyyət uğrunda mübarizə ölkənin ayrı-ayrı hissələri arasında əlaqələrin möhkəmlənməsinə mane olur və məhsuldar qüvvələrin inkişafını ləngidirdi. Belə bir vəziyyətdə Səfəvilər siyasi mübarizəyə qoşuldular. 1499-cu ilin avqustunda 13 yaşlı İsmail Lahıcandan Ərdəbilə, oradan isə tərəfdarlarının daha çox olduğu Ərzincana gəldi. 1500-cü ildə Ərzincanda keçirilmiş qurultayda əsas zərbəni Şirvanşah Fərrux Yasara vurmaq qərarı alındı. Bunun əsas səbəbi Təbrizdə hücum etməklə dərhal 3 düşmənlə Ağqoyunlu Əlvənd Mirzə və Muradlar, habelə onları müdafiə edən Fərrux Yasarla toqquşmalı olacaqdılar. Belə olduqda Səfəvilərin qələbəsi şübhə altında idi. 1500-cü ildə Qızılbaş qoşunu Kürü keçib Şirvan ərazisinə daxil oldu. Gülüstan qalasından bir qədər aralı, Cabanı adlı yerdə döyüş baş verdi. Şirvanşahlar məğlub oldular. Fərrux Yasar öldürüldü və Şirvanşahlar xəzinəsinin bir hissəsi ələ keçirildi. 1501-ci ilin yazında Səfəvilər sərkərdələr Məhəmməd bəy Ustaclı və İlyas bəy Xunuslu'nun başçılığı ilə Şirvan hakimlərinin iqamətgahı, Şirvanşahların xəzinəsi və Şirvanşahlar sarayının yerləşdiyi Bakıya hücum etdilər. Bakı Fərrux Yasarın oğlu Qazı bəyin həyat yoldaşı tərəfindən müdafiə olunurdu. Qazı bəyin həyat yoldaşı şəhəri Səfəvilərə təslim etməyə məsləhət görən Bakı darğası Əbdülfəttahı edam etdirdi. 1501-ci ilin yazında sərkərdə Hadim bəyin başçılığı ilə Bakıya gələn yeni dəstə İsmailin əmri ilə qara divarları altından lağım atıb qala büclərindən birini uçurduqdan sonra şəhərə daxil oldular. Şirvanşahların xəzinəsi ələ keçirildi. Gülüstan qalasını almaq üçün İsmail Şamaxıya qayıtdı. Gülüstan qalası güclü müqavimət göstərirdi. Bunun səbəbi qalanın möhkəmliyi və ərzağın bolluğu idi. Bu zaman İsmail Əlvənd Mirzənin Təbrizdən qoşunla yürüşə başlaması barədə həyəcanlı xəbər aldı.
Gülüstan qalasını ala bilməyən İsmail öz sərkərdələrindən siz Azərbaycanın taxtını yoxsa Gülüstan qalasını istəyirsiniz deyə soruşdu. Onlar Azərbaycanı istəyirik deyə cavab verdilər. İsmail və əyanlar Təbriz taxtını Ağqoyunlardan geri alıb Azərbaycanda öz hakimiyyətlərini qurbağı başlıca vəzifə hesab etdilər. 1501-ci ilin ortalarında İsmail ilə Ağqoyunların birinci qolunun başçısı Əlvənd Mirzə arasında şərab döyüşü baş verdi. Sayca üstün olan Ağqoyunlar dəvələrdən də istifadə etsələr də məğlub oldular. Əlvənd Ərzəncana qaçdı. Ağqoyunların birinci qoluna son qoyuldu. 1501-ci ilin payızında İsmail təntənə ilə Təbrizə daxil oldu və özünü şah elan etdi. Adına xütbə oxutdurdu, pul kəsdirdi. Beləliklə paytaxtı Təbriz olmaqla Azərbaycan Səfəvi dövlətinin əsası qoyuldu. Səfəvi dövlətinin yaranması Azərbaycan tarixində mühüm hadisə olub. Ölkənin iqtisadi və mədəni inkişafına şərait yaratmışdır. Yadaylilərə qarşı xalqımızın mübarizə aparması asanlaşdı. Bu dövlətdə Azərbaycan etnik ünsürü dövlətin siyasi həyatında rəhbər rol oynayırdı. Şah İsmailin daxili siyasətinin əsas istiqamətlərindən birini mərkəzləşdirilmiş dövlət yaratmaq ideyası təşkil edirdi. Bu dövlət o dövrün mənbələrində Qızılbaş yaxud Səfəvi kimi tanınırdı. Səfəvi dövlətinin imperatorluğa çevrilməsi. Səfəvi dövləti üçün təhlükəli rəqib olan Ağqoyunlu Sultan Murad Həmədanda qoşunun qalıqlarını toplayaraq Qızılbaşlara zərbə endirməyə hazırlaşırdı. Səfəvi hökmdarı Qəmbər ağanı Muradın yanına göndərib tabe olacağı halda İran İraqını ona vəd etdi. Lakin rədd cavabı aldı. Şah İsmail 12 minlik qoşunla Muradın üzərinə hücum etdi. 1503-cü ilin 20-21-də Həmədan yaxınında Almaqulağı adlı yerdə döyüş baş verdi. 70 minlik Muradın ordusunu darmadağın edən İsmail Şirazı müqavimətsiz ələ keçirdi. Bununla da Ağqoyunların ikinci qoluna son qoyuldu. Həmin ildə Şah İsmail Qumu, Kəşanı və İsfahanı tutdu. 1504-cü ildə Yəzdi və Kirmanı ələ keçirdi. 1508-1510-cu illərdə Xorasan istisna olmaqla bütün İranı və Ərəb İraqını tabe etdi. Səfəvi dövləti şərqdə Şeybanilər, qərbdə Osmanlı İmperatorluğu ilə həmsərhəd oldu. 1507-1508-ci illərdə Səfəvilərin Kiçik Asiyada hərbi əməliyyat aparmalarından istifadə edən Şeybani xan Xorasanı tutmuş və Şah İsmailə göndərdiyi məktubda tabe olmasını, hakimiyyətdən əl çəkməsini tələb etmişdi. Bundan bir az sonra Şah 1-ci İsmail böyük qoşunla Xorasana hücum etdi. 1510-cu il dekabrın 1-də baş vermiş Mərv döyüşündə Şah İsmail qalib gəldi. Şeybani xan öldürüldü. Mərv döyüşündən sonra Herat, Mərv və Bəlx şəhərləri də daxil olmaqla Xorasan ələ keçirildi. Amudəryadan Fərat çayına qədər geniş ərazi Səfəvilərin hakimiyyəti altına keçdi. Səfəvi Osmanlı müharibələri. Səfəvi dövlətinin qüvvətlənməsindən Osmanlı dövləti narahat olduğundan Ağqoyunlara kömək etməklə yeni dövlətin möhkəmlənməsinə mane olmağa çalışırdı. Osmanlı Sultanı II. Bəyazid Şah İsmailə qarşı mübarizəyə başlamağa cəsarət etmədi. 1504-cü ildə Səfəvi dövlətini tanımalı oldu. 1-ci Şah İsmail II. Bəyazidə yazdığı məktubda ona ata deyə müraciət etdi. 1512-ci ildə 1-ci İsmailin qoşunu Kiçik Asiyada Qarahizar və Malatya şəhərlərinə yerləndi. Sərkərdə Məhəmməd xan Ustaçlı Diyarbəkir şəhərini tutdu. 1-ci Sultan Səlim hakimiyyətə gələn kimi Səfəvilərə münasibət dəyişdi və bir sıra tədbirlər görüldü. 1. Böyük Moskva knyazlığı Macarıstan, Venesiya, Moldaviya və Valaxiya ilə sülh bağlayıb qərbdə hərbi əməliyyatları müvəqqəti olaraq dayandırdı. 2. Kiçik Asiya qızılbaşlarının təqibi başlandı. 3. Arxada qızılbaş qiyamçılarına qarşı vuruşan qiyamçı dəstələri hazırlatdı. Səfəvilərin uğurlarından xəbərdar olan Avropa diplomatiyası Şah İsmaillə hələ hakimiyyətə keçməsindən əvvəl əlaqə yaratmışdı. Əlaqələr qarşılıqlı idi. Şah İsmail özü də tez-tez qərb ölkələrinə məktublar yazır, elçilər göndərirdi. Suriyadakı Venesiya konsulları bu əlaqələrdə vasitəçilik edirdilər. Osmanlı İmperatorluğu ilə toqquşma ərəfəsində 1-ci Şah İsmail qərb əlaqələri daha da genişləndirdi. 1507-1508-ci illərdə Roma Papası və Venesiya ilə əlaqə yarandı. 1510-cu ildə Səfəvi diplomatı Əli bəy İtaliyaya getdi. Aralıq dənizi vasitəsilə qərbdən ordulu silah almaq planının baş tutmayacağını hiss edən Şah İsmail Portuqaliya ilə əlaqəyə girib, İran körfəzi və Hind okeanı vasitəsilə qərbdən silah və artilleriya mütəxəssisləri gətirməyə çalışdı. Bundan istifadə edən Portuqaliya donanması 1515-ci ildə Hörmüzü ələ keçirib Səfəvilərin Hind okeana çıxış yolunu bağladı. 1620-ci ildə 1-ci Şah Abbas Hörmüzü geri qaytardı. 1514-cü ilin yazında 1-ci Səlim işğalçılıq niyyətini pərdələmək üçün Ədirnədə fövqəladə divan çağırdı. Bu ali məclisdə qızılbaşlarla müharibə bütün müsəlmanların müqəddəs vəzifəsi elan olundu. 100 min nəfərlik qoşun toplayan Sultan Səlim Osmanlı sərhədini keçərək Ərzincana daxil oldu. Qızılbaşların isə 40 min ordusu var idi. Osmanlıların taktikası ilə tanış olan Məhəmməd xan Ustaclı və Rumlu Nurali xəlifə
hücuma gecə keçməyi təklif etdilər. Lakin Şah İsmayıl, mən kərvan basan quldur deyiləm, qoy Allahın bildiyi kimi olsun dedi. Şah İsmayılın döyüşdən əvvəl Osmanlılarla müharibəni qışa qədər uzatmaq planı var idi. Çünki qışda Osmanlılara gətirilən ərzaq və kömək çətin olacaqdı. Lakin Səlim bunu başa düşdü. 1514-cü ilin avqustun 23-də Maku yaxınlığında Çaldıran döyüşü baş verdi. Osmanlı qoşunu qızılbaşlardan bir neçə dəfə çox idi. Şah İsmayıl Osmanlı sərkədəsi Malçıq oğlu ilə təkbətək döyüşdə qalib gəldi. Lakin top mərmilərinə məruz qalan Səfəvi ordusu məğlub oldu. Yavuz Səlim üçün böyük zəfər sayılan bu döyüş Türk dünyasının faciəsi idi. Osmanlılar Təbriz şəhərini tutsa da şahın hərbi ilə qurmasından ehtiyatlanıb geri çəkildilər. Onlar burada çox qalmayıb bir neçə min sənətkar ailəsini İstanbula apardılar. Bu məğlubiyyət Səfəvi dövlətinin hərbi siyasi nüfuzuna ağır zərbə oldu. Osmanlı dövləti Ərzurum şəhəri ilə birlikdə Şərqi Anadoluya və Şimali İraqa yayıldı. Bağdad daxil olmaqla Ərəb İraq isə Səfəvilərdə qaldı. Çaldıran döyüşündən sonra Osmanlılar Ərzincan və Diyarbəkiri də işğal etdilər. Şah İsmayıl şəhəri geri almaq üçün Qaraxanı göndərdi. Lakin Qızılbaşlar Osmanlıların müqavimətini qıra bilmədilər. 1516-cı ildə Qoçhisar döyüşündə Osmanlılar yenidən Səfəvilər üzərində qələbə çaldı. Qoçhisar döyüşü nəticəsində şimalda Xarput və Bitlisdən Rakkiyə qədər, cənubda isə Mosul Osmanlıların əlinə keçdi. Vahid Azərbaycan dövlətinin yaradılması prosesinin başa çatması. Şah İsmayılın ölümündən sonra onun oğlu 1-ci Təhmasib taxta çıxdı. Feodal çəkişmələr gücləndi. Bundan istifadə edən 1-ci Süleyman Azərbaycana 4 dəfə hücum etdi. 1534 və 35-ci illərdə Təbriz şəhərini tutsa da, Osmanlılar aclıqdan burada çox qala bilmədilər. Şah Təhmasib Təbriz əhalisini ölkənin içərilərinə köçürmüşdü. Düşmən əlinə keçməmək üçün o tərəfə od vuruldu. Malqara məhv edildi. Şah özü isə Sultaniyə şəhərinə çəkildi. Səfəvilərdən asılı olan Şirvanşah II. Xəlilullah öldükdən sonra Şirvan əyanları onun yaxın qohumu Şahruğu taxta çıxartdılar. Əslində hakimiyyət Hüseyin bəy başda olmaqla əyanların əlində cəmlənmişdi. 1537-ci ilin sonlarında özünü Şirvanşahın qardaşı kimi təqdim edən Kələntər Məhəmməd Aminin başçılığı ilə üsyan baş verdi. Üsyançılar Salyan və Şamaxını ələ keçirdilər. Lakin Salyan yaxınlığında Şirvan qoşunu üsyançıları məğlub etdi. 1-ci Təhmasib Şirvandakı qarışıqlığı görüb buranı tamamilə tabe etmək məqsədi ilə 1538-ci ilin yayında başda qardaşı Əlqas Mirzə olmaqla 20 minlik qoşun, Hab ilə Qarabağ və Muğandan yığılmış dəstələri Şirvana göndərdi. 4 aylıq mühasirədən sonra Buğut qalası tabe edildi. Şahruğ Təbrizdə gizli edam olundu. 861-ci ildə Heysab İbn Xalid tərəfindən yaradılan Şirvanşahlar dövləti süqut etdi. Şirvan ərazisi bəyləyə çevrilərək Səfəvi dövlətinin tərkibinə qatıldı. Əlqas Mirzə ilk bəylər bəy təyin olundu. Şirvan əyanlarının mərkəzdən qaçma meylindən istifadə edən Əlqas Mirzə mərkəzi hakimiyyətə qarşı çıxdı. 1547-ci ildə Krım xanı sahib gərayın köməyinə baxmayaraq Əlqas Mirzə məğlub olub İstanbula qaçdı. Şirvan ikinci dəfə 1-ci Təhmasibin yürüşünə məruz qaldı. 1-ci Təhmasib oğlu İsmail Mirzəni Şirvana bəylər bəyi təyin etdi. 1548-ci ildə 1-ci Sultan Süleyman 3-cü dəfə Azərbaycana yürüş etdi. Təbriz şəhərini tutsa da burada qala bilmədi. Əlqas Mirzə də onun ordusunda iştirak edirdi. Həmədan yaxınlığında darmadağın edilən Əlqas Mirzə ələ keçirildi. Qəhqəhə qalasına salındı və 1549-cu ildə burada öldü. 1548-ci ildə Şirvanda Bürhan Mirzə üsyan qaldırdı. Abdullah xan ustaclı Şirvan bəylərbəyisi təyin edildi və bu yerləri qiyamçılarından təmizləmək ona tapşırıldı. 1549-cu ildə Əli Şaban adlı yerdə baş vermiş döyüşdə Şirvan qiyamçılarını məğlubiyyətə uğratdı. Şəki hakimləri Həsən bəy və onun varisi Dərviş Məhəmməd xanın vaxtında Şəki hakimliyi ilə Səfəvilər dövləti arasında münasibətlər pisləşdi. Bunun səbəbi Dərviş Məhəmməd 1538-ci ildə Buğut qalasına sığınıb Səfəvilərə qarşı mübarizə aparan Şirvanşah Şahruxa kömək etmişdi. 2. 1547-ci ildə Əlqas Mirzə Səfəvi dövlətindən ayrılmaq istəyərkən Dərviş Məhəmməd bunu müdafiə etmiş və ona hərbi yardımla kömək göstərmişdi və nəhayət 1-ci Təhmasibin tabe əmrini qəbul etməmişdi. 1551-ci ildə Kiş və Gələrsən Görərsən qalasına sığınan Şəki hakimi Dərviş Məhəmməd xan məğlub edilib öldürüldü. Şəki vilayəti Səfəvilərin tabeliyinə keçdi. Səfəvi sərkərdəsi Toyğun bəy Qacar Şəki hakimi təyin oldu. Beləliklə Şəki hakimliyinə son qoyan 1-ci Təhmasib Azərbaycan torpaqlarını vahid dövlətə birləşdirdi. 1552-ci ildə 1-ci Təhmasib Osmanlılara qarşı fəal yürüşə başlayaraq xeyli qənimət ələ keçirdi. 1554-cü ildə 1-ci Sultan Süleyman 4-cü dəfə Azərbaycana hücum etdi. O Naxçıvanı tutsa da ərzaq çatışmamazlığından buranı tərk edib Ərzincana çəkildi. Osmanlıları təqib edən qızılbaşlar Osmanlı ərazisinə daxil oldular. Yeni qüvvə ilə Şirvana hücum edən Osmanlılar
Buğud və Gülüstan qalası yaxınlığında baş vermiş döyüşdə darmadağın edildilər. Azərbaycanı tutmaq cəhdinin boşa çıxdığını görən 1-ci Sultan Süleyman 1555-ci ilin mayın 29-da Səfəvilərlə Amasya müqaviləsi imzaladı. Bu müqavilə ilə Səfəv və Osmanlı müharibələrinin birinci mərhələsi başa çatdı. Sülhün şərtinə görə Qərbi Gürcüstan Osmanlılara, Şərqi Gürcüstan isə Səfəvilərə verildi. 1555-ci ildə Şah 1-ci Təhmasib dövlətin paytaxtını Təbrizdən Qəzvinə köçürdü. Bu tədbirin səbəbi Təbrizin Osmanlı sərhədlərinə yaxın olması idi.